Bir dəfə universitet dönəmində birinci kursun əvvəllərində üzümdə müəyyən qədər aknelər əmələ gəlməyə başladı. Əslində gündəlik həyatıma böyük bir təsiri yox idi. Hətta belə deyərdim, özgüvənsizliklə belə rastlaşmamışdım. Sadəcə akne daha da artıq bir hal aldıqda, yatdıqda, oturduqda, durduqda üzümdə olan kisli aknelər mənə narahatlıq və ağrılar verirdi. Daha əvvəl 3 digər həkimlər də olmuşam və hər birinin fərqli metodlarından istifadə olunub və Azərbaycanda mif olan bağırsağını təmizlə düzələcək, mədə-bağırsaq problemləridir deyilib və dermatoloji olaraq da çox ağır müalicələr qəbul etmişəm digər həkimlərdə. Amma təəssüflər olsun ki, heç birinin güclü nəticəsi olmurdu. Çox xəfif nəticə verirdi o qədər güclü müalicələrə baxmayaraq. Daha sonra Mehdi doktorla tanış oldum və gəldim. Yanvar ayında 1 illik 3 aydan bir olan müalicəm belə bitdi. Yanvar ayından bura qədər heç bir müalicə almıram Mehdi doktorda, amma üzüm hələ də mükəmməldir. Bunun üçün çox təşəkkür edirəm. Üzümdə heç bir akne